Vaxtında düzgün qurulmayan nikah sonda ailə daxili geçimsizliyə gətirib çıxarır ki, bu da boşanma ilə nəticələnir. Boşanma zamanı heç də qadına hər zaman yaşamaq üçün ev verilmir. Elə bununla da tərəflərin mübahisəsi başlayır. Əməkdaşımız Hürriyə Əliyeva isə boşansalar belə bir mənzildə yaşamağa məcbur olan ər və arvadın problemindən danışacaq. Dilarə Həsənovanın artıq 5 ildir ki, gözlərinin yaşı qurumur. Gözlərindəki yaşı səbəb həyat yoldaşı tərəfindən hər gün döyülüb söyülməsidir. Onun bəzəb içərisində döyülərək keçmiş həyat yoldaşı ilə yaşamasına 2 səbəbi var. Evinin yoxluğu və 2 övladı ilə çöldə qalmaq qorxusu. Üzünün göstərilməsini istəməyən müsahibim keçmiş həyat yoldaşı tərəfindən göyərdilmiş qollarını gizlədə bilmədi. O 1992-ci ildə Salih Allahverziyevlə ailə həyatı qurub. 2011-ci ildə isə yoldaşından ayrılmaq qərarına gəlib. Səbəb də yola getməmələrini göstərir. Amma şiddətli geçimsizlik səbəbindən ayrılsalar da hələ də eyni evdə yaşamaq məcburiyyətindədirlər. Sonuncu dəfə isə 2 gün bundan əvvəl həyat yoldaşı tərəfindən möhkəm döyülən Dilarə xanım 17 və 18 yaşında olan övladlarını da götürüb evdən çıxaraq bacısının mənzilində yerləşib. Hər dəfə həyat yoldaşı tərəfindən döyüləndə polis bölməsinə müraciət etsə də keçmiş əri 1 saat bölmədə qaldıqdan sonra evə buraxılıb. İndi çarəsiz 2 övladı ilə qohumlarına sığınan Dilarə xanım nə edəcəyini, kimə və hara gedəcəyini bilmir. Bölgəyə artıq mən vermişəm, yəni bu məhkəmədə işimiz gedir. Yenə də nə olsa, mənim də hüququm əgər olmasa, mənim uşaqlarımın bu evə yaşamağa hüququ var. Çünki bir qız bir oğlandı. Yəni evim olan... Xeyr, aliment, yəni ki bunu kimdən də öyrənmək istəyir, aliment atmayana heç nə istəmirəm. Mən adi başımı aşağı salıb, uşaqlarımı dolandırıb yaşamaq istəyirəm. Məhkəmələrdə tez-tez boşanmalarla qarşılaşan hüquqşünaslar isə deyir ki, əgər mülk, ər və arvadın ailə qurmasından sonra əldə olunubsa, o zaman ev hər iki tərəf arasında bərabər bölünməlidir. Yox, əgər xanım həmin evə gəlin gəlibsə, o zaman ancaq ərin icazəsi ilə ev bölünə bilər. 2000-ci ildən əvvəl münasibətlər yarandığından mənzillə bağlı qadının bu evə istifadə hüququ yaranıb. Nə qədər, yəni qadın o vaxta qədər bu evdən istifadə edə bilər ki, mülkiyyətçi əri ona kompensasiya verməklə onun mənzili olan istifadə hüququnun verilməsi ilə bağlı məhkəmədə mübahisə qaldıra bilər. Nə qədər ki, mülkiyyətçi ər evdən qadının çıxarılması ilə bağlı, yəni sözsüz ki, kompensasiya vermək şərti ilə çıxarılması ilə bağlı iddia qaldırmayıb məhkəmədə, qadın o evdən istifadə edə bilər sərbəst şəkildə. Belə olan halda Dilarə xanıma qalır ya həmin evdə yaşayıb həyat yoldaşı tərəfindən ona verilən işgəncələrə dözmək, ya da aliment almaqla özünə başqa bir ev almaq. Təbii ki, alınacaq alimentlə ev almaq isə müşkül məsələdir.